Salam, Xalqın gündəmi rubrikasında Ermənistanın seçimi və Qərbin hibrid dəstəyi məqaləsinin icmalını təqdim edirik. Məqalənin müəllifi Pünhan Əfəndiyevdir. Müəllif Pünhan Əfəndiyev yazır ki, Ermənistan ətrafında baş verən son siyasi proseslər və qarşıdan gələn parlament seçkiləri fonunda hibrid təhdidlər mövzusu Cənubi Qafqazın gələcək geosiyasi istiqamətinə təsir göstərə bilər. Avropa İttifaqının Ermənistana olan dəstəyi, xüsusilə seçkilər ərəfəsində təhlükəsizlik və informasiya dayanıqlığına yönəlmiş addımları bunlar deməyə əsas verir. Müəllif qeyd edir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamaları da Brüsselin Ermənistanla əməkdaşlığa yeni mərhələyə daşımaq niyyətindən xəbər verir. O, hibrid sürətli reaksiya qrupunun yerləşdirilməsi və 15 milyon avro maliyyə dəstəyi ayırmaq fikrindən bəhs edib. Bu da seçki prosesinin bütövlüyünün, informasiya təhlükəsizliyinin və dövlət institutlarının xarici təsirlərə davamlılığının prioritetə çevrildiyini göstərir. Rəsmi İrəvanda seçkiləri sadəcə daxili siyasi rəqabət deyil, həm də geosiyasi təzyiqlər prizmasından dəyərləndirir. Ermənistan rəhbərliyinin demokratiyanın özünü müdafiə hüququ var tezisi müasir dövrdə seçkilərə müdaxilənin informasiya manipulyasiyası, dezinformasiya və kiber təhdidlər vasitəsilə həyata keçirildiyini ön plana çıxarır. Erməni politoloq Arek Koçinyan bu mövzuda Rusiyanı əsas risk mənbəyi kimi qiymətləndirərək onun Ermənistandakı siyasi və media təsir imkanlarının geniş olduğunu bildirir. Pünhan Əfəndiyev həmçinin yazır ki, 2020-ci ildən sonra regionda formalaşan yeni reallıqlar fonunda əvvəllər əsas tərəfdaş olan Rusiya ilə münasibətlər zəifləyib. İrəvan alternativ istiqamətlər axtarır. Bu isə Moskvanın narahatlığına səbəb olur və regionda geosiyasi balansı daha da mürəkkəbləşdirir. Bu proseslər Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bakı üçün əsas prioritet regionda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılmasıdır. Avropa İttifaqının Ermənistana dəstəyinin sülh prosesinə mənfi təsir göstərməməsi xüsusi vurğulanır. Hazırki mərhələdə əsas sual ondan ibarətdir ki, Ermənistan qarşıdan gələn seçkilərdə daxili sabitlik və xarici balansı qoruya biləcəkmi? Əgər seçki prosesi legitim və şəffaf şəkildə baş tutarsa, bu ölkənin beynəlxalq mövqeylərini gücləndirə bilər. Müəllif belə nəticəyə gəlir ki, Ermənistan ətrafında cərəyan edən proseslər bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını müəyyənləşdirən faktorlardır. Region üçün optimal yol qarşıdurma deyil, balanslaşdırılmış və praqmatik əməkdaşlıq modelindən keçir. Xalqın gündəmində nələr olduğunu daim bilmək üçün abunə olmaq və bizi izləməyi unutmayın. Sağ olun, salamat qalın.